Mənim adım Anastasiyadır. Belorusiyanın Moskva şəhərində yaşayırıq. Ailəmizlə gəlmişik sizin gözəl, günəşli şəhərinizə baxaq. Biz burada hər şeyi bəyəndik. Çox mehriban və qonaqpərvər insanlar, günəşli şəhər, gözəl dəniz, dadlı yeməklər, füsunkar tikililər. Bir sözlə hər şey çox xoşumuza gəldi. Dispoçda marka və açıqça almaq üçün gəldik ki, ailə nənəmizə sadiq qalaraq onlara yaxınlarımıza, əzizlərimizə günəşli şəhər Bakıdan salamlarla başlığı ilə göndərək. Belə möhtəşəm açıqça və markalar almışıq. İndi böyük məmnuniyyətlə onları yaxınlarımıza göndərəcəyik. Mənim adım Ramandır. Mən də Rusiyadanam. Bakıya gəzməyə gəlmişik. Bunu çox istəyirdik, planlayırdıq. Düzünü desəm, mən əslən Bakıdanam. 1986-cı ildən anadan olmuşam. 3 il burada yaşadıqdan sonra ailəmlə Rusiyaya köçmüşəm. Mən düşünürəm ki, bu gözəl ənənədir. Zənnimcə SMS vasitəsilə deyil, məktub vasitəsilə bir-iki cümlə yazmağın, salam göndərməyin heç bir əziyyəti yoxdur. Bu, məktubu alana xoş olur. Onu xatirə olaraq da saxlayır. Nə qədər çox insan bu prosesdə iştirak etsə, o qədər də çox geri dönüş alaraq məktublaşma adət ənənəsini saxlamış olarıq.